Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Gündəmdə olduqca maraqlı və xoş xəbərlər var. Qarabağ komandası Abdullah Zubiri vermir heç yerə. Abdullah Zubir Qarabağda qalır və bu xəbərin detallarını sizin nəzərinizə çatdırmaqla yanaşı Qarabağ komandasının kimləri transfer hədəfinə aldığını sizlərin nəzərinizə çatdıracağım. Olduqca möhtəşəm xəbərlər var. Həmçinin Qarabağ sabah oyunu yaxınlaşır. Çempionluq məsələsi həll olunacaq. Erkən çempionluq mu elan edəcək Sabah komandası, yoxsa Qarabağ komandası çempionluq yarışına qayıdacaq? Bu barədə danışacağıq və bir də qitənin ən mötəbər turniri Çempionlar Liqasının ilk yarım finalçıları bu gün bəlli olacaq ki, bu barədə də danışacağıq. Bundan əlavə digər maraqlı xəbərlər də var. Bir anons etmək istəmirəm, vaxt itirmək istəmirəm. Sizlər isə videonu mütləq bəyənin, şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun ki, bütün xəbərlərdən vaxtında xəbərdar ola biləsiniz. Hər gün saytlarda bir xəbər axtarmağa ehtiyac yoxdur. Girirsiniz YouTube-a, Sportov və yaxud İqman yazırsınız və son paylaşdığım videonu izləyirsiniz və beləliklə bütün transfer və futbol xəbərlərindən, ən maraqlılarından daha doğrusu xəbərdar olursunuz. Mən isə vaxt itirmədən məlumatlara keçid alım. Məlumatlara keçməzdən öncə sizlərdən olduqca vacib bir xahişim var. Həyati əhəmiyyətli bir xahişdir. Ona görə də izləməyinizi və anlayış göstərməyinizi sizdən rica edirəm. Dəyərli izləyicilər, bildiyiniz kimi Gülər balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Əgər məcbur qalmasaq, belə bir paylaşım etməzdik və sizləri də narahat etməzdik. Ümid edirəm ki, anlayış göstərəcəksiniz. Bir ata üçün nə qədər ağırdır bu proses, yəqin ki, başa düşərsiniz və ümid edirəm ki, dəstəyinizi əsirgəməzsiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim Qarabağ komandasından əla xəbərlər var və biz bu əla xəbərləri sizin nəzərinizə çatdıracağıq. Söhbət ondan gedir ki, Abdullah Zubir Qarabağdan ayrılmayacaq. Mənim üçün xoş xəbər oldu. Bəlkə getməsini istəyənlər də var. Bu barədə siz öz fikirlərinizi yazarsınız təbii ki, amma Abdullah Zubir niyə gedə bilmir? Əl-Şahaniyə komandası əgər Qətər liqasında qalsa, o zaman Abdullah Zubiri transfer edəcəkdir və bu arada bu xəbəri ilk sizə verən də mən olmuşdum. Ekskluziv olaraq bu xəbəri sizin nəzərinizə çatdırmışdım. Daha sonra L'Equipe Fransa nəşri bu barədə yazdı və daha sonra Azərbaycan saytları, xəbər portalları bu barədə məlumatlar yazmağa başladılar. İndi isə bu xəbəri təqzib edən bir xəbər sizlərə çatdıracağım dəyərli dostlar. Bəli, Əl-Şahaniyə komandası Qətər liqasında sonuncu pilləyə düşüb və onun əsas liqada qalma ehtimalı çox azdır. Ehtimal demək olar ki, yox. Belə olduqda Abdullah Zubir Əl-Şahaniyə komandasına keçməyəcək. Sonuncu turun nəticəsini gözləyirik hal-hazırda və Əl-Şahaniyə komandası hal-hazırda sonuncu yerdədir və bu o deməkdir ki, ikinci liqaya yuvarlanacaq. Abdullah Zubir isə Əl-Şahaniyəyə o zaman keçməyəcək. Bu xəbəri əslində daha əvvəl də sizin nəzərinizə çatdırmışdıq ki, Abdullah Zubir hansı şərt daxilində Əl-Şahaniyəyə keçəcək ki, Əl-Şahaniyənin Qətər liqasında qalması şərtində Abdullah Zubirin ora keçəcəyini sizin nəzərinizə çatdırmışdıq. Və Əl-Şahaniyənin ikinci liqaya düşsə, o zaman Abdullah Zubir heç yerə getməyəcək dəyərli dostlar. Ən azı 2027-ci ilin yayına qədər belə görünür, Qarabağda qalacaq Abdullah Zubir dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırın. Qarabağdan isə xəbərlərimiz davam edir. Macarıstan millisinin üzvü Sobal Şön İngiltərənin Bolton klubuna məxsus futbolçudur və hal-hazırda Macarıstan çempionatında ETA klubunda icarə əsasında çıxış edir. Qeyd edim ki, ETA hal-hazırda Macarıstan çempionatında 59 xalla liderdir. Ferencvaroş komandasından 3 xal öndədir.
Bəli, Sobal Şön çox yaxşı futbolçudur. İngiltərə futbolunda belə sürətini də bilən, futbolun sürətini də bilən bir futbolçudur və texnikalı futbolçudur. Xüsusilə onu da vurğulamaq istəyirəm. Abdullah Zubiri mövqeyində sol cinah vingeri kimi çıxış edir, amma alternativ hücumçu və sağ cinah vingeri kimi də çıxış etməyi bacaran bir futbolçudur. Boyu 1 metr 77 santimetrdir, 25 yaşı var. Qeyd edim ki, Macarıstanın Budapeşt şəhərində doğulub və Qarabağ komandasına menecerlər tərəfindən təklif olunub. Qarabağ komandası da bu təklifə müsbət yanaşıb, hal-hazırda danışıqlar müsbət yöndə gedir və Sobal Şönün Qarabağa keçmə ehtimalı olduqca yüksəkdir. Və növbəti xəbərisi nəzərinizə çatdırım. Abdullah Haybullayev milli komandamızın üzvü və Sabah komandasının futbolçusu da Qarabağın hədəfindədir. Onun milli komanda və Sabah komandasında göstərdiyi oyun Qurban Qurbanovun diqqətini çəkib və Qurban Qurbanov onu Marko Yankoviçin alternativi kimi görür. Marko Yankoviçin Qarabağdan ayrılacağı deyilir hekayədə və onun əvəzinə Abdullah Haybullayev Qarabağa gələcək. Siz nə düşünürsünüz? Marko Yankoviç yoxsa Abdullah Haybullayev? Fikirlərinizi şərhlər bölümündə yazın. Abdullah Haybullayev Qarabağa nə qədər fayda verə bilər və onun Sabahdan ayrılması Sabahda hansı itkiləri gətirib çıxarda bilər? Bu barədə fikirlərinizi yazın şərhlər bölümündə. Bu arada Sabahdan, Qarabağdan danışmışkən elə Qarabağ-Sabah qarşılaşması var. Bu arada ayın 18-də Tofiq Bəhrəmov adına Respublika stadionunda 19:30-da bu oyun start götürəcək və bu oyun çox həll edici oyundur. Əgər Sabah komandası qalib gələrsə, növbəti oyunlardakı nəticələrindən sonra, 1-2 həftə sonra, 1-2 oyun sonra daha doğrusu, çempionluğunu erkən elan etmiş olacaq. Qarabağ komandası qalib gəlsə, çempionluq yarışına yenidən qoşula bilər. Belə ki, bilirsiniz, Qarabağın ehtiyatda da bir oyunu var Neftçi komandası da. Əgər o görüşdə də qalib gəlsə, Sabahı da məğlub eləsə, xal fərqini 4-ə endirəcək. Hal-hazırda xal fərqi 10-dur. Və növbəti oyunlarda Sabah komandasının xal itirməsi Qarabağın çempionluq yarışında şanslarını artıra bilər. Amma bu o qədər də real görünmür. Məncə Sabah bu il çempionluğu təmin edəcək. Amma kubokda, bu arada ayın 21-dir, yoxsa 22-sidir, unuttum onu, cavab görüşü keçiriləcək. Hansı ki, ilk görüşdə 2-2'lik bərabərlik qeydə alındı Qarabağın meydanında, cavab görüşü Sabahın meydanında olacaq və çox çətin bir qarşılaşma gözləyir. Qarabağ mövsümü, belə deyək, titulla başa vurmaq istəyirsə, Sabahı məğlub etməlidir Sabahın meydanında və finala yüksəlir, finalda da qalib gəlib kubokun qalibi olmalıdır. Bu həmçinin Qarabağın Avropa Liqasına getmək şansı olacaq. Əks halda kubokda qalib ola bilməsə, Avrokuboklarda Çempionlar Liqasından onsuz da məhrum olur, Avropa Liqasından da məhrum ola bilər və Konferans Liqasına gedə bilər. Belə deyək, Zirə və yaxud Turan Tovuz əgər Azərbaycan kubokunu qazanarsa. Beləliklə, Qarabağ komandasına həm kubokdakı oyun, həm də çempionatdakı oyun olduqca vacib əhəmiyyət daşıyır deyə düşünürəm. Siz nə düşünürsünüz? Bu görüşdə kim qalib gələcək? Qarabağ yoxsa Sabah? Fikirlərinizi şərhlər bölümündə yazın. Mən isə qitənin ən mötəbər turniri Çempionlar Liqasının 4-1 final maçlarına diqqəti çəkim. Belə ki, bildiyiniz kimi 4-1 finalda bax bu komandalar qarşı-qarşıya gəlirlər. PSG Liverpool, Real Madrid Bavariya, Barcelona Atletico Madrid, Sporting Arsenal. Və ilk oyunlar ötən həftə keçirilmişdi. İlk oyunların nəticələri bax bu şəkildədir dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırım. Real Madrid komandası Bavariyaya 2-1 hesabı ilə öz meydanında məğlub olmuşdu. Sporting isə Arsenala öz meydanında 1-0 hesabı ilə məğlub olmuşdu. Bu oyunların, bu iki oyunun cavab matçı sabah keçiriləcək. Amma bugün hansı oyunlar keçiriləcək? Bugün Liverpool PSG ilə, Atletico Madrid isə Barcelona ilə qarşı-qarşıya gələcək ki, hansı ki ilk oyunlar ekranda görürsünüz. PSG 2-0 hesabı ilə Liverpoolu öz meydanında məğlub eləmişdi və Barcelona öz meydanında Atletico Madrid 2-0 hesabı ilə məğlub olmuşdu. Amma mən Real Madrid azarkeşi olsam da Barcelona azarkeşləri üçün bir xoş təxmin edim. Düşünürəm ki, Barcelona komandası bugün geri dönüş edə biləcək və növbəti mərhələyə yüksələn tərəf olacaq. Məncə haqqıdır həm də Barcelona komandasının. Mən Real Madrid azarkeşi ola bilərəm, amma həmişə həqiqəti, düzü və gördüyümü olduğu kimi danışmağı sevən adamam və ən birinci yaxşı futbolun həvəskarıyam. Sonra ikinci yerdə Real Madrid komandasının azarkeşi. Və dəyərli dostlar, düşünürəm ki, Barcelona növbəti mərhələ daha layiqlidir və bugün onu bacaracaq məncə geri dönüş etməyi.
Axşamı gözləyək, görək nə olur. Siz nə düşünürsünüz? Barselona geri dönüş edə biləcəkmi? Və Liverpool PSG maçından hansı nəticələr gözləyirsiniz? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın. Mən isə indi sizdən sağollaşmazdan öncə onu da sizin nəzərinizə çatdırım ki, bu oyunlar, deməli, bugün Liverpool PSG matçı yayınlanacaq ictimai televiziya vasitəsilə, Atletico Madrid Barcelona matçı isə CBC Sport vasitəsilə canlı yayımda təqdim olunacaq. 4-1 final oyunlarından öncə Çempionlar Liqasının titulunu qazanmaq şansı bax bu şəkildə göstərilirdi. Faiz etibarı ilə indi bir qədər rəqəmlər dəyişib. Təbii ki, Barcelona'nın faizi aşağı düşüb, Atletico'nun faizi yuxarı qalxıb və qalib gələn ümumiyyətlə komandaların faizləri bir qədər artıb. Siz də öz fikirlərinizi yazın. Sizcə Çempionlar Liqasının favoriti kimdir? Hansı komanda qalib gələcək? Mənim üçün də fikirləriniz maraqlıdır. İndi isə sizlərlə sağlaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.